daha hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi yenidən bir yerdə. Bir daha xatırladaq. Xəzər Futbol Liqasının 11-ci sezon play-off görüşü 4-1 qarşılaşması. Bakı və Old School komandalar üzrədir. Bakı fasilə 5-1 hesabı önündə yollandı Old School önündə. Görə ikincisi də bizi nə gözləyir? Bir geri dönüş comeback mizezi yoxsa üstünlüyü artacaq mı? Eyvaydov, Ceyn Yusifli, təzyiq var, Fərd Beybudov pressing edirdi. Bir aşırtma zərbə. Və qapısını sığortaladılar. Artıq qeyd edək ki, qapısı dəyişiliyib, baş tutub. Bakı niyyətində Eldar Əliyev artıq qapını qoruyur. Xətər Ramazanlının əvəzinə Beybudov. Mesab 16-3'tü. Bakının leyinə Eldar Əliyev. Əl-ələ Əkbərilib. Görüşdə tilsim əməsi o qırmışdı. Eldar cinahda Ceyn özünü təklif edirdi. Yenidən əli ilə oynadı. Gel daha futbol. Top meydanı saxlama mümkün olmur. Out. Old School'un Kərəm Təməzov. Kərəm. Beybudov. Cavid İbadov 2 nəfərin öhdəsindən çıxardı. İbadovun zərbəsi. İsmailin müdaxiləsi var idi. Eyvaydov. Cavid. Fərid Beybudov əksəmli olarmı? Fərid orada üzəri Beybudov. Bağır Eyvazov. Bağır. Diaqanla doğru ötürmək. Kərəm düşünsə də Əli. Rəqibini qabaqlamışdı. Fərid. Adaşlar üzədir. Pərviz top ələ keçirdi. Musayev. Yeni Suraxanı stadionda 4-1 cavab oyunda Bakı 5-1 hesab önündədir. Old School önündə ilk oyunda məhz Bakı 11-2 hesab ilə qələbə qazanmışdı. Mesaf 16-3'tü Bakının lehinə. Eyüp bir rəqibinə yayındı. Vaydov. Cavid İbadov. İbadov. Kapitirinə dedi Kərəm. Təməzov. Ötürməsini verməyə bazardan Musayev. Zərbə keçmir. Ekran bəyənənlər, sağ olun, var olun, minnətdarım. Mən də məsələ çalışdığım qədərlə sizin suallarınızı cavablandırmaya çalışırım. Zəhmət olmasa bəyənək, paylaşaq. Suallarınız olduqsa da yazın. Eldar, Əl-ələ Əkbərli, Ceyn Yusifli. Bir halda cəhət rəqibinə yayındı. Yusifli ötürmə Cavid İbadov. Fərid zərbə çəkdi. Sonunda İsmail. Corner. Fərid. Eyüp pressing edirdi. Beybudov 2 nəfərin öhdəsində topu çıxardı. Fərid. Bir ara ötürməsi yaxşı da düşünmüşdü. Təməzova çatmadı. Əkbərli. Cavidə doğru ötürmə. İsmail də qapısını tərik edib. İbadov rəqibini yayma bacardı. Ötürmə istəyib. Eyüp zərbə çəkdi. Eyüp Vaydov. 6-1 oldu. Fərq bir qədər də artır.
Fərdiyə qarşı qayda pozulub. Bağır Eyvazov. Əli ilə mübarizə vardı qalib tərəf. Əl-ələ Kibərlidir. Bəhsi gedən oyuncu ötürmədi Cavid İbadov. Bakının yenəmləsi İbadovun ifasında. Soydaşı da oynadı Fərid. Zina dəyişil Eyüp. Eyvaydov. Bir baxış attı. Uzaq altılığa topu yolluyor. 7-1. Ekran bəyənənlər sağ olun, var olun. Minnətdaram. Məsələ sizlərin nə sualınız var, yazın. Mən də cavablandırma hazıram. Bağır Eyvazov. Fərdi İbadov. Cinada ikili keçmədi. Kərəm Təməzov. Fərid. Bir qədər ayaq saxladı. Fərid. Yerlə zərbə. Eyvazovun zərbəsidir bu, dirəkdəydi. Eldar uzaqlaşdırmaq həmləsi götürmə xarakteri daşımırdı. Ələkbər Qubadzadə. Kərəm Təməzov. Dərsine Eyüp var, görə nə edəcək Təməzov. Eyüp, Fərdi rəqmini təqib edir. Son müdaxilə Ələkbər. Pərviz Musayev. Ceyhunu keçə bilmir. Ceyhun Yusifli. Eyüp Vaidov. Cina doğru Fərid. Beybutov qapısının istiqamətdə olduğunu gördü, direğe dəydi. Gətirmir Fərdi Beybutov. Baxımlı bir qola çox yaxın idi. Aşırtma zərbə. Çox yaxşı alınmışdı, amma dirək mane olur topun qapıdan keçməsinə. Cavid. Kərəm müdaxiləsi vardı İsmail. Bağrının istiqamət ötürmə bir qədər bərk alınır. Fərid. İbadov. Eyüp. Aha, qapıdakı da Koxaskidir. Altdan topa ilə daxil edilməlidir. Fərid İbadov. Kərəm Təməzov. Eyninci naqda bağır var idi ötürmək istəyir Təməzov. Fərid ilə bir-birlərindən başa düşmədilər. Eyüp Vaidov. Təzyiq var, ən geriyə. Eldar. Cinaq dəyişlər Ələkbərli. Çox sağ ol, yaxşı olasın qardaş. Ceyn Yusifli. Ələkbərli ötürmə. Cavid İbadovun zərbəsi İsmail yerindədir. Kəmlə də top özündə saxlama bacarır. Kərəm Təməzov. Bir qədər ayaq saxladı. Old school görüşün taleyi ilə hesabla barışıb, amma Bakı barışmaq istəmir. Zərbə cəhdi. Top qapıdan keçir.
Beybutov. Fərid ilə mübarizə barda, Daşı ilə mübarizə barda, Bağır Eyvazov. Top meydanda davam etmək lazım. İndi Ələlək Bərli top meydandan çıxardı. Out. Old school'un Kərəm Təməzov. Kərəm. Corner. Güncdən zərbə. Duran top şansı necə dəyərləndirəcəklər? Cərmə meydançası səndəvərində də Old school adlar. Kifayət qədər oyunçu var idi. Uğurla tamamlaya bilmədilər. İbadov. Ələlək Bərli. Əhməd Babayev. Tural Vəliyev. Feyk attı rəqibinə. Vəliyev. Əksum şansı Beybutovun ifasında. Bir ara ötürməsi Pərviz Musayev. Yönəldə bilmir. Xeyr, yox. Təməzov. Pərviz Musayev mərkəzə doğru çevirdi Fərid Beybutov. Bağır daban ötürməsi Fərid. Dəfəçilərdən geri qayıdaraq səmlə. Adaşlar üzrəydi Cavid İbadov, Fərdi İbadov, cinah dəyişilər Əhməd Babayev. Bakın əmləsi sağ cinahdan səmtə dəyişildi. Cavid İbadov yaxın məsafədən aşırtma zərbə indirmək istəyirdi. Qapısının başı üzərinə top atmaq istədi, amma Atacaq. düşündüyündən uzaq qaldı. Ələkbər Qubadzadə, Pərviz Musayev. Vəliyev. Aldı zəmlələr Vəliyev. Fərdi İbadov ayaq saxladı. Əhməd Babayev. Sen birader. Eldar. Fərdi İbadov. Yeni gələnlərimizi xoş gördük. Bir daha qeyd edək ki, Suraxanı stadionda playoff görüşündə 4-1 cavab qarşılaşmasında Bakının 7-1 üstünlüyü var. Old school oyunda ilk oyunda da məhz Bakı 11-2 hesab ilə rəqibini məğlub etmişdim. Hesab 18-3'dür. Fərid Beybutov 1-1 aldatdı rəqiblərini. Çox texnik oyuncudur. Kifayət qədər təcrübəli və texnikal oyuncudur. Fəridin zərbəsi dirəkdə idi. Kərəm Təməzov. Əhməd rəqibini təqib edir. Fərid Beybutov. Beybutov qap qarşısını ötürmək istəyə alınmadı. Əksum şansı ola bilər Cavid İbadov. Fərid İbadov. Bakının yeni əmləsi Cavid İbadov. Yaxın küncü nişanlı top çöldən yan torlar sirkələdi. Çərçivəyə düşmək mümkün olmur. Pərviz. Ələlək Bərli. Kərəm Arayqıb Təməzov. İtirmə bir qədər bərk alınır. Fərid, cina doğru Əhməd Babayev. Babayev. İsmail yerindədir. Yeni bir əmil olacaq. Yenə Babayev. Ötürmə isə İbadov. Old school əmləsi Fərdi Beybutovun ifasına Fərdi bir rəqibini aldatma bazardı. Beybutov Marsiya dönüşülə rəqibini keçmək istirdi. Qayda pozulub. Cərmə zərbəsi olacaq.
Standart vəziyyət, cərimə zərbəsi. Zərbəni kim yerinə yetirəcək Bağır və Fərid topun arxasındadır. Ehsan Bağır Eyvazov. Özü də canlı sədin yanında dayanıb. İşarə gəldi. Bağır zərbə. Canlı səddə deyir. Bu arada bir dəqiqəli taymat. Taymatı götürən tərəf Bakı komandası olur. Fəqam. Ay Fəqam. Bir dənə yəni sən kəm idilər burada bax. Biz də gözlürdük ki bayaqdan. Görə nə vaxt gələcəksən. Elə təkrar da yazır ki, o səssiz atacaqlar. Fasilə əsnasında suallarınız varsa yazın, mən də cavablandırım. Ekran bəyənənlər, minnətdarım, aşağıda adlarınızı görürəm. Əlbəttə. Taymat bitir artıq, oyun qaldığı yerdən devam edir. Vəliyev. Mərkəzə doğru ötürmə Əhməd Babayev. Bir ara ötürməsi idi bu. Bir qədər izafi gücül edilmişdi. Sanki bu ötürmə çatmaq mümkün olmadı. İsmailov. Qapatənlərlə qurulacaq Beybutov. Kərəm Təməzov. Ekstra 100 var. Elvin Mirzəyev. İndi qarşı qayda pozulub. Fəqam. Korner. Yine qərarlamaz. Standart vəziyyətin öz qapısına daxil olması 2-3-dən zərbədir. Ələkbər Qubadzadə. Ekstra izahım iyisin. Ekstra izahım iyisin. Yeni qərar. Öz üstündən istifadə edilməz. %60. Son 5 dəqiqə qarşılaşmada bunu xatırlatmasını edək. Cavid İbadov dirəyə dəydi. İsmail topu cəld hərəkətləndirdi Kərəm Təməzov. Qarşı Elvin var. Qaldadıcı cəhd, amma rəqibini keçə bilmir. Eldar Əliyev. Elvin Mirzəyev. Fəridli oynadı İbadov. Zərbə edim, yoxsa ötürməmi. Korner. İbadov. Eldar. Fərdi İbadov. Artıq qeyd etmək olar ki, Bakının növbəti mərhələdən yarım finalda məhz dəqiqələr ayrılır. Çıxılsa tali ilə barışıb, artıq görüşün bitməsini gözləyirlər. Beybutov. Fərid.
Yeni Suraxanı stadionu. Kerem Teymezov, Beybutov, sonunda Fərid. Adaşım. Daxil etməyə bacardı, corner. Ötürməklə başladılar Bağır Eyvazov. Eldarın müdaxiləsi vardı, 2-3-dən zərbə. Bu səfər digər cinahdan. Eldar, özü bir qədər topla irələdi, Eldar Əliyev. Deyəsən, o da fərqlənmək istəyir. Cavid İbadov. İbadov. Ay Ahmet. Kerem Teymezov. Teymezov. Pərviz Musayev. Taban zərbəsilə çevirmək istədi, alamadı. Musayev ön alma bacardı. Pərviz Musayev. Onda qapçını da deyəsən aldatmaq istəyirdi, amma düşündüyü kimi istədiyi kimi alınmır Əhməd Babayev. Babayev Cavid özünü təklif edirdi İbadov. Uzun məsafədən endirilən zərbə. Fərdi Beybutov burada qapçısının ön istiqamət olduğunu gördü. Məhz bu yönlü bir zərbə idi. Eldar Əliyev topu meydana çıxarmaqla kifayətlənir Fərid. Allah cəmlələr, qarşısında Babayev var. Beybutov. Toxunuş var idi. Dabir duran top şansı Dabir. Köşkdən zərbə izləyəcək. Old school ifasında. Təməksə qaldı Edvin Mircəyev. Fəridlə mübarizə vardı Beybutov. Marcel dönüşü ilə rəqibini aldatı ötürməsi Pərviz Musayev. Qapıdan kesir Fərid bir qədər azalır 2-7. Mesap 18-4. Bakı 18, Old School 4. Daha bir top etkisi Fərid Beybutov. Fərid Ratsın dalda da topu qapıdan keçirmək istəyirdi. Beybutov. Fəridə qarşı qayda pozulub. Deyəsən kifayə xəbərdarlıq. İbadovun məhz etiraz etməsi istəmədi Fəqan Kərimov. Qərarda qətidir. Ədalət təmsilçisi. Bakı 7, Old School 2. Mesap 18-4 bir daha qeydir. Məhz Bakının lehinə. Artıq qarşılaşmanın da bitməsi az qalıb. Son dəqiqələr oynanılır görüşdə. Bir standart vəziyyət Old School adına Ələkbər Qubadzadə topun arxasında məsələn Old School-un görək əmləsini o mu yerinə yetirəcək. Tapşırıq da ola bilər. Bağır Eyvazov da mərkəzdə mövqe tutub. Hərçənd ki, qapı arxasında uzaq küncədə komanda yoldaşları var. Ələkbər Qubadzadə birbaşa qapını düşürmüşdür. Canlı səddən geri qayıdır. Beybutov, Bağır Eyvazov. Bakının əksizum şansı. Zərbə Fərid İbadov. Qüvvətli zərbə. Bu görüşün son zərbəsi, son cəhd oldu. Bakı. Sekiz hesablı. Old School məğlub edərək növbəti mərhələyə vəsiqə qazanan tərəf olur. Bu gözəl üçün hər iki komanda təşəkkür edir. Növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.